edim. Etik Akademiyasının rəhbəri Günel xanım İbrahim bizimlə bərabərdir. Hoş gəldiniz Günel xanım. Yeni qoşulan tamaşaçılarımıza. İşgüzar münasibətlər və işgüzar münasibətlərdə etik qaydalardan danışacağıq Günel xanım. Xoş gördük, çox gözəl mövzudur. Mən əyləşmirəm, çünki bizim işgüzar mühitdə salamlaşmadan və nümunə ilə başlayacağım təlimə. Bugünkü mövzu biraz təlim xarakterli yanaşdım. Biraz az teoriya, daha çox praktika. Əla, çox gözəl. Təşəkkür edirəm, çox sağ olun. İş mühiti birgə işləmək mədəniyyətidir. Bəli. Və burada etika, yəni dəyərləri göstərən ən güclü alət etiketdir. Yəni bizim çöl təzahürümüz, bədən dilimiz, səsimizin tonu, hara baxacaq, insanın adını çəkəcək, soyadlamı çağıracaq, bunların hamısı yazılmış qanunlar çərçivəsindədir. Bunları gözləmək niyə mühümdür? İş mühitində insanlar özünü dəyərli hiss eləsindir. Xüsusilə vurğulayım ki, bizim gəncliyimiz çox aktivdirlər, özgüvənlidirlər və yeni işə daxil olarkən özgüvənlərindən çıxış edirlər. Bəzən etiket olsun, etik qaydalar olsun, bunları riayət etmirlər. İşə götürənlə görüşərkən, məsəl üçün, hər hansı bir idarənin direktorudur, gəlir, salam verir, dərhal bu gənc gəlir, əlini uzadır, salam verir, müəllim, necəsiz? Əlini də belə, yəni bu kimi, sonra yenidən geyim qaydaları var ki, buna nəzarət olunmur, mən necə istəyirəmsə o cürdə geyinə bilərəm və yaxud necə istəyirəmsə o cürdə danışa bilərəm. Demokratik ölkədə yaşayıram, demokratik fikirləri var, bu kimi yanaşmalar var. Amma bunların hər birinin etiket və etik qaydalarda qorunması, təbii ki, sizlərin bax bu barədə də toxunaq. Təşəkkür edirəm, çox sağ olun. İlk öncə individualizmə heç kəs toxunmur. Hər kəs özünə sərbəst, özünə məxsus bir halı ilə işləyə bilər, lakin bir etik qaydalar var ki, başqalarını narahat etmədən. Bu cizgi gözlənilirsə, hər kəs individuallığını saxlayır. Buna görə də bəlkə biri çox gözəl çiçək ətri sevir, amma yanındakı əyləşən insanın buna allergiyası var. Bunların hamısını təbii ki, etiket nizamlayır ki, ətir belə çox cüzi şəkildə vurulmalıdır. Rəhbər-işçi münasibətindən gəlin danışaq. Əgər biz rəhbərin otağına daxil oluruqsa, qapı döyməklə başlayır. Qapı 2 dəfə döyülər. Qapı belə döyülməz. Hələ daxil olmamışıq, amma içəridə artıq həyəcan yaratmışıq. Ona görə daxil olarkən də qapını bütöv açırıq, tam şəklimizdən daxil oluruq, ala yarımçıq başımıza əymək, qapıdan yalnız başımız danışan baş vasitəsilə bir söz demək təbii ki, doğru deyil. Və içərdən buyurun səsi eşidiləndə daxil olmalıdır. Baxın, bu çox önəmlidir. İndi bəzi müasir şirkətlər open space, yəni daha açıq mühitlü divarlar hamısı şüşədən, daha açıq şəraitdədir, o şüşəli qapı da döyüləcək. İçərdən buyurun eşidildikdən sonra daxil olmaq olar. Bu çox önəmlidir. Və daxil etdikdən sonra artıq daxil olduq, salam veririk. Salamı birinci vəzifəcə böyük insan və yaxud da vəzifəcə kiçik olan insan fərq etmir. Kim birinci görür, o da salam verir. Lakin əl uzadır birinci vəzifəcə böyük insan. Yəni fiziki toxunmağa, əl uzatmağa rəhbər qərar verir. Niyə? Çünki rəhbər məsuliyyəti çox olan adam deməkdir. Və onun məsuliyyətində olan insanların hər biri ilə görüşmək hər gün demək olar mümkünsüzdür. Gülay xanım, bir məsələni istəyirəm, burada qeyd edeyim. Üst geyimlə daxil olmaq bu qadağandır. Üst geyim mütləq soyulmalıdır. Və bir də son illərdə bununla bağlı çox böyük suallar yaranır. Amma mən bilirəm ki, mənim deyəcəyim bu fikirlər daha normal qəbul olunmalıdır ki, rəhbər işçinin yanına daxil olarkən üzərimizdə olan hər hansı bir kənar əşyalar, həmçinin mobil telefonların səsi alınaraq katibənin yanında mı qoyulmalıdır, öz otağında mı qoyulmalıdır? Siz dediyiniz o yeni idarəçilik metodları var ki, şüşə ilə ora belə daxil olarkən mobil telefonlarla götürmək olmaz. Onları da kənara qoyaraq birbaşa mövzu ilə bağlı giriş edə bilərik və yaxud hər hansı bir kağız varsa onun üzərindən. Doğru mu yanaşırıq biz? Çox doğru yanaşırsınız. Daxil olduqdan sonra birinci sözümüzü əyləş demədlərsə bizə, əyləşmirik. Əyləş dedilərsə, bu deməkdir ki, iş mühitində bizim 5-10 dəqiqə kabinetdə vaxtımız var. İş zamanında etikanın ən böyük məsələsi zaman uğurluğudur. Çünki 8-9 saat ərzində çox tövhəli işlər görməliyik. Ona görə bizə danışıqlarımızda sual-cavab bitdisə, fikrimizi bildirdiksə, həmən o məkanı və otağı tərk edirik. Çünki digər işlərdə görülməlidir. Rəhbər mədəniyyəti, əgər bir əməkdaşla görüşdüsə, digər bütün əməkdaşlarla əl uzatmalıdır. Necəsə sualı da rəhbərə məxsusdur. Çünki onun məsuliyyətindədir ki, əməkdaşların necə olduğu barədə dəqiq məlumat alsın. Burada çox kiçik nüans var. Əgər bizdə yol üstü gördü rəhbərliyimiz, dedi, Günel xanım, salam, necəsiniz? Həmin anda siz
öz problemlərinizi və yaxud da məsələlərinizi deməməlisiniz. Əgər çox yaxşı deyilsinizsə, bir rəhbərliyə deyəcəyiniz bir sözünüz varsa, mütləq şəkildə gün istəməlisiniz ki, hörmətli rəhbərim, mənə yarım saat vaxt ayırsanız, qəbulunuza gəlmək istəyərəm. Yəni, ayaq üstə belə onu peşman edərək bütün problemlərimizi, məsələlərimizi ayaq üstə demək olmur. Geyim mədəniyyəti. Geyim mədəniyyəti qadın və kişi əslində çox ayrılmır. Və iş dünyasında belə bir qayda var. Nə qadın var, nə kişi. Nə yaşlı var, nə cavan. Vəzifəcə böyük var, vəzifəcə kiçik var. Bu çox önəmlidir, bu protokolu bilək. Ona görə də qadın-kişi ayrımı yoxdur. Hamı əməkdaşdır, hamı bərabərdir. Bu nöqteyi nəzərdən yalnız bir yerdə, arabada hər kəs arabaya əyləşirsə, önə, sürücünün yanına qadına təklif etmək olar. Bu da təhlükəsizlik nöqteyi nəzərdən tam %100 təsdiq edilmir, lakin daha rahatlıq üçün təklif edilə bilər. Geyim nöqteyi nəzərdən hər yer təbii ki, çox səliqəli, təmiz və monoton geymək önəmlidir. Çox yazılı, iri yazılar, rəngarənglər bu 6-dan 7-dən sonraki bizim həyatımızın və özümüzün ifadəsidir. Bir də gəlib çatırıq ən həssas məqama, nahar vaxtına. Nahar vaxtı, bəli. Özəlliklə də açıq ofislərdə, misal üçün indi danışdıq. Nahar vaxtı iş yoldaşımızın elə oturduğu öz masasında yemək yemək istəyi ki, mənim şəxsi sərhədlərim var, toxunulmazdır, mənim öz seçimlərim var. Bilirsiniz, indi gənclərə çox gözəl təbliğ olunur, aşılanır. Onların öncəliyi özünə verməsi, özünü seçməsi, yox deyə bilməsi, şəxsi sərhədləri və s. Amma bu digərinin iş keyfiyyətinə də əks təsir etməməlidir. Orada həm istədiyi qədər səslə, musiqi dinləməsi, həm istədiyi bir yeməyi yeməsi nə qədər doğrudur və biz bu halda ona da özümüz etiket qaydalarını pozmadan necə bildirə bilərik ki, bunu etməsin, təkrarlamasın? Çox maraqlıdır ki, bu özgüvən, öz sərhədlər bu mədəniyyətdə tamamilə fərqli şəkildə özünü tapır. Bəzən bizim yeni nəslə ötürülən dırnaq içində dəyərlər düzgün deyil. Məsələn, özgüvən egoizmin yüksəldilməsi deyil və özgüvən sərhədlərim sən burada mənimlə otura bilmərsən də deyil. Yemək mədəniyyəti tələb edir ki, 2 nəfər yesə daha xoş olur. Paylaşmaq mədəniyyəti var bu şəkildə və insanın ruhu dincəlir və bu nöqteyi nəzərdən düşünürəm ki, o sərhədlər yemək masasında olmasa da olar, lakin nahar vaxtı tam bitməmişdən 10 dəqiqə öncə artıq biz otağımıza, iş yerimizə gəlməliyik. Open space kimi iri məkanlarda ümumi zala yemək, evdən də belə olsa, desəz ki, qoxusu yoxdur belə, yeməklər masanın üzərinə gətirilməz. Xüsusi ayrılmış bir yerdə yeyilir. Tövsiyəmiz odur ki, etika, sağlıq tərəfdarları tələb edir ki, iş mühitində bir çox stəkanlar olsun, şüşədən ibarət olsun ki, plastik məsələlərdən çox istifadə edilməsin. Birgə işləmək mədəniyyəti böyük bir tolerantlıq tələb edir. Qarşı tərəfin dini, mədəni, irqi, bütün baxışlarını hörmət etmək. Razı olmaya bilərsiniz, o həyatla birgə yaşamaya bilərsiniz, lakin hörmət etmək məcburiyyətindəyik. Ona görə də bu tolerantlıq, müxtəliflik bizim ölkədə onsuz da belə bir problemlər demək olar yoxdur. Tolerantlıq da çox gözəl işgüzar mühitin tələbidir. Əgər sən yaxşı işçisənsə, bu demək deyil ki, sən digər işçilərdən özünü bir balaca yüksəkdə tutmalısan, təkəbbürlü olmalısan. İş mühitində hər birimiz əgər bir yerə zərbəni vururuqsa, bir yer üçün addımlayırıq ya, birgə addımlayırıqsa, demək bərabərliyi də qorumaq lazımdır. Ən etik, ən mədəni əməkdaş işini vaxtında, məsuliyyəti ilə və nəticəyə yönələrək görən insandır. Az üzr istəyən, az bağışlanmağı tələb edən bir insandır. Nəticəyə yönələ bilmək, məsuliyyət, iş sirlərinin paylanılmaması, konfidensiallıq ən böyük dəyərlərə sahib olmaqdır. Bir də ki, Günel xanım, necə işdəki problemlərimizi çalışırıq ki, maksimum evə aparmayaq, özəlliklə övladlarımıza yansıtmayaq, həmçinin evdəki problemləri, işdən kənardakı şəxsi məsələlərimizi də yəqin ki, işə yansıtmalıyıq. Bugün mənim problemim çoxdur, uğursuz bir günümdür və buna görə bütün iş yoldaşlarımızın qanını qaraltmalıyıq. Bir tövsiyəmlə bitirəcəm, problem sözünü məsələ sözü ilə əvəz edilməyin, çünki bütün məsələlərin həlli var. Günel xanım, çox sağ olun gəldiyiniz üçün. Xatırladaq ki, Günel İbrahim Etik Akademiyasının rəhbəri olaraq işgüzar münasibətlərdə etik